Salam, hər vaxtınız xeyir olsun. İlk öncə sizlə salamlaşdım. Hər kəsə qucaq dolusu salam göndərirəm. Baxın, mən hardayam? Həmən ərazidən. İlk öncə sizlərə bu həyətin, bu evin üstünlüklərini deyim. Arada bir danışanda dilim topuq tutur. Həmişə də mənə kameramanlarımın danlayırlar. Olur da insanım. Həyətdə cam balkonlu 2 maşınlıq avtomobil garajı var. Avtomobil sevənlər üçün. Hansı ki, garaja salır 2 dənə maşının. Bütün həyətdə gəzəndə cam balkondan öz avtomobilini izləyir. Ondan sonra həyətdə hündür tavana malik olan, geniş cam balkonlu, isti döşəməli, daxilində manqalı olan, qaz sobası olan, mebel olan yayğış mətbəxi. Ən üstünlüyü 6 otaqlı, bütün əşyalı bu villa satışa çıxıb. Yer haqqında da məlumat verim. Şuvalanın demək olar ki, ən sakit bir ərazisində. Geniş, böyük, baxın, böyük villalar olan ərazisində. Hansı ki, bu villanın ətrafında 1 hektarlarla villalar var. Allah hər kəsin, kimin nəyi varsa, sağlığına qismət, özünə qismət eləsin. Bu bağımız isə 10,5 sotun içərisində inşa olunub, bir mərtəbədir. Qiyməti 1.180.000 manatdır. Həyətində dedim nə var? Hovuzu deməmişdim. Hovuzu da deyim sizə. 5 metrənin 10 metrəyə olan aşma hovuzu. İşıqlandırması çox möhtəşəmdir. Evin fasad görüntüsü məni valeh elədi. Evin ən əsası evin içərisində olan o hündürlük. 4 metr 20 santı. Evin içərisində olan qonaq otağında olan bakaratlar. Evin içərisində işlənilən bahalı əşyalar məni çox gözəl bugünkü gündə bu təqdimatı eləməyə demək olar ki, stimul verdi. Çox ürəkdən də təqdimat edirəm bu evi sizlərə. Amma mən bilirəm ki, bu evi bizim müştərilərimizdən kimsə alacaq. Yəni ki, o mənə qismət olacaq ki, mən müştərilərimə bu evi satacağım. Yenə də deyirəm, Allah qismət eləsin inşallah. Kim satacaqsa Allah xeyrin versin. Bura bizim söhbətgahımızdır. Söhbətgahın daxili döşəməsi bütöv olaraq isti döşəmə ilə təmir olunub. Geniş, böyük bir söhbətgahdır. İnan Allah, burada 20-25 nəfər otura bilər. Divanı, kreslosu, televizoru, su hövzəsi, manqalı, qaz sobası, hündürlük. Buranın işıqları yanmır. Yandırım etsin, bax. Yəni, işıqları da yandırım. İşıqlandırması, üzbə-üzündə olan hovuz. Hovuzumuz isti hovuzdur. Manqalın üstü mərmərlə işlənilib. Onu da deyim sizlərə. Mərmər daşdır. Ev bütöv olaraq əşyalıdır. Evin, həyətin, üz fasadın işıqlandırması çox möhtəşəmdir. İndi isə keçək evin daxilinə, evin içərisindən də sizləri tanış edeyim. Gəl. Keçək evin daxilinə elçin. Evin ümumi giriş hissəsi elçin. Mən çox xoşuma gəlir. Çox qəşəngdir. Hündür tavan, gözəl mərkəzdən çılçıraq, 2 dənə yan hissədə bura və evin ümumi giriş qapısı. Çox möhtəşəmdir. Buyur, ön hissədən sən keç, qonaqlarımız keçsin. Evin içərisi ilə ilk öncə mən tanış olmuşdum. Çox qəşəng, çox gözəl bir dizayna malikdir. Giriş hissəsidir, dəhlizdir. Sol tərəfdə dolab yığılıb. Burada kiçik bir ayna, bəzənmə stolu kimi adlanır, balacadır. Damafon düz qapının kənarından, divarda asılan tablo və bu çılçıraqlar, güzgülər, bu buralar, bu dəhlizə gözəllik verir. İlk öncə sizlərə mətbəx otağını təqdim edəcəm. Geniş, gözəl bir mətbəx otağıdır. Tam həyətə baxır birbaşa. Hovuza, evin ümumi giriş hissəsinə, həyətin ümumi giriş hissəsinə baxır. Mətbəximizdə bütün elektronikalar var, mövcuddur. Hər bir şey yerli yerindədir. Tavan, çılçıraqlar, televizorlar, mebellər, hamısı bir daha söyləyirəm, çox qəşəngdir. Evin içərisi, evin dizaynı, evin həyəti, hamısı xoşuma gəldi. Bir dənə bura baxaq. Burada, baxın, bax. Mebellər hamısı Saloğludandır. Onu da sizə məlumat verim. Mebeliçi hamısı. Mebeliçi burada havalandırması var. 5 gözlü sobası var. Hər şey var. Yəni mən bir-biri açıb sizə göstərmək istəmirəm. Videomuz çox uzun olmasın.
Hər zaman mən qonaq otağını sona saxlam, amma bugün bu qonaq otağını sona saxlamaq istəmirəm. Döşəmə ən bahalı bambuk. Oyda, bu nədir? Bu nədir? Bu mənim ən çox sevdiyim bakarat. Bəh, 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 2 dənə bakarat. Əla, sözüm yoxdur. Yəni bakaratın buraları, bakaratlar 2 dənə, yəni bura söz yoxdur. Mərkəzdə olan yemək masası, TV stand, TV standin tam mərkəzində geniş, böyük bir televizor, altında elektrik kamin, mərmər daşdan təmir olunub, yığılıb. Bəh, 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 bax, bax, bax. Tam mərkəzdə də küçəmiz görsənir. Mənim maşındakı burada dayanıb qapının kənarında. Həyətə buraxmadılar. Zarafat edirəm, özüm salmadım. Əla, super. İndi isə keçirik yataq otaqlarını sizlərə təqdim eləməyə. Mətbəxi təqdim elədim, həyəti təqdim elədim, qonaq otağını təqdim elədim. Gedirəm dəhlizlə lap başdan, ümumi giriş hissədən lap başdan yataq otaqlarını sizlərə təqdim edim. Hündürlüyə bax, Elçin. 4 metr 20 santı. Birinci yataq otağı. Bir dənə görünüşə baxaq. Yataq otağından bir də baxış görün necədir. Möhtəşəmdir. Yataq otağının daxilində qardirob otağı, dolab yığılmayıb, kim istəsə yığıla bilər. Qapılar hamısı xüsusi olaraq bu ev üçün sifariş verilib. Sanitar qovşağı. Üzbəüz ikinci yataq otağı sizə təqdim edirəm. Bunun da daxilində sanitar qovşağı, qardirob otağı var. Kondisionerdir, televizordur, tam əşyalıdır. Buna söz ola bilməz. Yəni bu üçün təkrarsızlıq olmasın. Gördüyümüzü görürük, çəkilişdən də görünür. Buyur. Üçüncü yataq otağı. Maşallah, qəşəng, səliqəli, gözəldir. Əsl yaşamalı evdir. Superdir. Dördüncü yataq otağı. Bax, bunu çox sevirəm də. Bu yataq otağında görüntüsü birbaşa həyətədir. Bu ikinci yataq otağındakı birbaşa yaşıllığa, həyətə baxır. Mətbəx otağıdır, 2 yataq otağıdır, qonaq otağıdır, birbaşa həyətə. Yaşıllığa, həyətin ön hissəsinə baxır. Deməli, evin içərisində mətbəx, qonaq otağı, 4 yataq otağı təqdim eləmişəm. İndi isə keçirəm növbəti yataq otağı. 5-ci yataq otağına. Beşinci yataq otağı ilə üzbəüz və 5-ci yataq otağının yanında yerləşən çamaşırxana, paltar yuyan maşın, bütün dolablar yığılıb. Bir də ki, tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Sanitar qovşağının çılçırağa bax. Əzizlərim, gəl, keçək. Gəl bir dənə, Elçin, gəl zəhmət olmasa bir dənə tam olaraq məlumat da verim. Deməli, bu evi çəkdik, biz sizlərə təqdim elədik Şuvalanda. Gözəl bir məhəllədə, gözəl bir küçədə, sakit bir yerdə. Bu ev villadır. Villa kimi də sizə təqdim eləyirəm. Bağ evi kimi də sizə təqdim eləyə bilərəm. Ev kimi də. Kim necə qarşılayırsa elə qəbul eləsin. 10,5 sot, 250 kvadratdan yuxarı yaşayış sahəsi tikililər 400 kvadrata yaxındır. 330 kvadrat, 330 kvadrat ümumi yaşayış sahəsi, səhv elədim, üzrlü sayın, onu həyətdə demişdim. 5 dənə yataq otağı, qonaq otağı, 6 otaqlı, tam əşyalı 1.180.000 manatdır. Yaxşı endirim olunacaq. Tam paket qupçadır. Təşəkkür edirəm sizə bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.